Diqqət. Danışır və göstərir Atlanta. Bugün kamera və mikrofonlarımız Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində qurulub. Bugün burada yay olimpiya oyunlarında həm yerlimiz Zəfər Qulu, İtalyan boksçusu Rafaello Zanziaro ilə görüşür. Hələ görüşün başlanmasına bir qədər var, sizə bir şad xəbər verim. Həm yerlimiz Məmməd Qulu atıcılıq üzrə final mərhələsinə vəsiqə almış və burada qətiyə güllə atışında birinci yere tutmuştur. Ola bilər ki, bugün ikinci bir qələbədə təkrar oluna bilər. Budur, görüş başlayır. Stop. Break. Zərbələr aramsız olaraq Zəfər Qulu. Budur, daha bir zərbə. Zəfər Qulu səndəliyir, kanatdan qaçır. Onu qaytarmaq lazımdır. Bu düştü. Budur, nakavdan kendini tükeldir ve hücuma keçir. Çok təəssüf ki, zərbə hakimə yedir. Sen bilirsen kimle dövüşürsen? Bilirsen? O İtalyandır. İtalyan kafoy olmayadı oynar. Ne İtalyandır, ne İtalyandır. Bu Rahoş. Hele bizim Nakman sahi. Şimdi kötü gelip İtalya. Yani Müslümandır. Müslümandır da. Karakaş Fatiha'sının üzüdür. Yani Müslümandır. Hem de bizim Karagöz Partiyasına Korbakanlardandır. Korbakanlardandır. Bunu bayaqdan bana ne demişler? Ben de elə bilirdim, Hristiyandır, hürmet edirdim. Deməli, Karakaş hem de Müslüman. Durum onun cevabı verip o itoğlu için. Allah salam. Budur, ikinci round başlayır. Zəfər Qulu ona değer zərbələri sanki hiddət bir qətiyyətlə rəqibin üstünə gedir. Zərbə, daha bir zərbə, iki qat zərbə. Rafaello Zanziaro yenə yıkılır. Knockout baskını deyərlər. Молодец, а? Aferin Zəfər Qulu. Beləliklə həm yerlimiz Atlantada qızıl medala layiq görülür. Beləliklə qalibi sizə təqdim edirəm, həm yerlimiz Zəfər Qulu təbrik edirəm. Zəfər Qulu, bu üçünsə qələbənin sirrini tamaşaçılarımıza açıqlayasınız. Haşi, nə sirrimidir? Mən əvvəlcə elə başa düşdüm ki, bu İtalyandır. Sonra eşitdim ki, Müslümandır, özdə şəhər salamlanır. Bizim uşaqlar. Özüm uşaqlar. Qan vurdu düzməyini bə. Beynimə vuran kimi durdum ayağa dedim, bunu vura çəkəcəm. Bir uzar vurmadan tərbəş getməyə bir oldu. Beləliklə ikinci bir qələbə. Məmməd Qulu atıcılıq üzrə qətiyə güllə atıcılığında birinci yeri tutur. Zəfər Qulu isə boks üzrə final mərhələsində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülür. Gözlərin aydın, vətən!